Hörmətli izləyicilər, mən Onur Rəsulov, Amarkes Global Broker şirkətindən hər birinizi salamlayıram. Bugün sizinlə gündəlik bazar analizini paylaşacağıq. İlk öncə dollar indeksinə nəzər salaq. Bu həftə ümumiyyətlə bazarlarda yüksək volatillik proqnoz edilir. Belə ki, hörmətli izləyicilər, bugün Amerikadan bir neçə vacib iqtisadi göstərici açıqlanacaq. Bunlardan ilkin olaraq ADP Non-Farm Payroll-dur. Hansı ki, bu bir mənada cümə günü açıqlanacaq qeyri-kənd təsərrüfatı sahəsində yaradılan yeni iş yerlərinin sayı, yəni non-farm payroll-un ilkin göstəricilərindən birisidir. Belə ki, ADP non-farm payroll-un 114 min olacağı proqnoz edilir. Yəni 114 min yeni iş yeri yaradılacağı proqnoz edilir. Hansı ki, nəticələr bunun üzərində çıxarsa, bu non-farm payroll-un da yüksək gələcəyi ehtimalını artıra bilər və bu da əmək bazarında müsbət tendensiyanın olacağını göstərə bilər. Lakin nəticələr bunun altına açıqlanarsa, bugün dollar indeksindən olan düşüş daha da sürətlənə bilər. Bir digər ən önəmli iqtisadi göstəricilərdən birisi, hörmətli izləyicilər, Amerikada GDP, yəni ümumi daxili məhsul açıqlanacaq birinci rübü üçün, yəni 2025-in birinci rübü üçün və iqtisadi artımı 0,2% proqnoz edirlər. Hansı ki, bu bir öncəki dəfə açıqlanan 2,4%-dən kifayət qədər aşağıdır. Əgər iqtisadi artım gözlənilənin altında qalarsa, bu da eyni zamanda dollara neqativ təsir edə bilər və dollarda olan satışları artıra bilər. Bir digər ən önəmli iqtisadi göstəricilərdən birisi isə, hörmətli izləyicilər, şəxsi istehlak xərcləmələri indeksidir. Hansı ki, Personal Consumption Expenditure, hansı ki, federal ehtiyatlar inflyasiyanı ölçmək üçün bu göstəricilərdən istifadə edir. Əsasən bu göstəriciyə diqqət yetirir. Belə ki, şəxsi istehlak xərcləmələri indeksinin 2,6% olacağı proqnoz edilir və nəticələr bunun altında açıqlanarsa, bir mənada inflyasiyanın aşağı olduğunu göstərə bilər və bu da öz növbəsində dollarda olan satışları artıra bilər. Texniki analiz nöqteyi nəzərindən isə, hörmətli izləyicilər, diqqət etirsəniz 28 aprel tarixində dollar indeksi həmin günün birinci dəstək səviyyəsini qırdı və hətta üçüncü dəstək səviyyəsinin altına bağlanmış oldu. Bu da bazara satıcıların daxil olduğunu göstərmiş oldu və gün ərzində nə qədər ki, dollar indeksi bu günün birinci müqavimət səviyyəsi olan 99,011 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz dollar indeksində aşağı yönlü enişin şahidi ola bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz avro-dollar valyuta cütlüyüdür. Ümumiyyətlə, avrozonada da bu günlərin ÜDM, yəni GDP açıqlanacaq birinci rübü üzrə və ÜDM-nin 0,2% olacağı proqnoz edilir, yəni artacağı proqnoz edilir. Təbii nəticələr bunun üzərində, bu göstəricinin üzərində açıqlanarsa, biz avro-dollarda yuxarı yönlü yüksəlişinin şahidi ola bilərik. Ümumi fonda isə texniki analiz nöqteyi nəzərdən yanarsaq, diqqət etirsəniz, avro-dollar valyuta cütlüyü 28 aprel tarixində birinci müqavimət səviyyəsini qırmış oldu və həmin səviyyənin üzərində bağlanmış oldu. Gün ərzində nə qədər ki, avro-dollar valyuta cütlüyü bu günün birinci dəstək səviyyəsi olan 1,13-626 dollar səviyyəsini qırıb onun altında bağlanmazsa, biz avro-dollarda yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Lakin ümumi fonda baxdıqda, hörmətli izləyicilər, hal-hazırda bütün bazarlarda, o cümlədən də valyuta bazarında qeyri-müəyyənlik var və bazarda daha çox konsolidasiya və range ticarəti müşahidə olunur. Çünki investorlar xüsusilə cümə günü Amerikadan açıqlanacaq əmək bazarı göstəricilərinə, yəni non-farm payroll və eyni zamanda ümumi işsizlik səviyyəsi ilə bağlı nəticələrə diqqət yetirəcəklər. Çünki həmin nəticələr federal ehtiyatların faizi aşağı salacağı və yaxud da ki, artıracağı ilə bağlı gözləntiləri formalaşdıracaq. Ondan dolayı bazarda hal-hazırda qeyd etdiyimiz kimi müəyyən anlamda range və konsolidasiya müşahidə olunur. Və gün ərzində də qeyd etdiyimiz kimi avro-dollar nə qədər ki, bu günün birinci dəstək səviyyəsinin altına bağlanmazsa, biz avro-dollarda müəyyən mənada yuxarı yönlü yüksəlişin şahidi ola bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz GBP-USD valyuta cütlüyüdür. Ümumiyyətlə GBP-USD valyuta cütlüyü ilə diqqət etirsəniz 24 aprel tarixində valyuta cütlüyünün həmin gün üçün birinci müqavimət səviyyəsinin qırılması ilə və qiymətin həmin səviyyənin üzərində bağlanması ilə GBP-USD-də alış siqnalı yaranmış oldu və diqqət etsək, həmin tarixdən etibarən GBP-USD yüksələn trendlə bir mənada davam edir və həmin tərəfdən etibarən yalnız birinci dəstək səviyyələrinin üzərində ticarət olunub. Bu gün içərisində GBP-USD bu günün birinci dəstək səviyyəsi olan 1,33-773 səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz GBP-USD-də yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bir digər maliyyətimiz qızıldır. Qızılda da bildiyimiz kimi bir öncəki videomuzda da qeyd etmişdik. 23 aprel tarixində qızıl həmin günün birinci müqavimət səviyyəsini qırdı və
qiymət həmin səviyyənin altına bağlanmış olur və diqqət yetirsəniz, həmin tarixdən etibarən qızıl yalnız günlər üzrə birinci müqavimət səviyyəsinin altına ticarət olunub. Və bir mənada bu aşağı yönlü korreksiyanın davam etdiyini göstərir, hörmətli izləyicilər. Bu gün içərisində də qızılın qiyməti nə qədər ki, bu günün birinci müqavimət səviyyəsi olan 3343 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz qızılda hələlik aşağı yönlü korreksiyanın davam edəcəyini proqnoz edə bilərik. Lakin qızılda ümumi fonda baxdıqda enişin və ya aşağı yönlü korreksiyanın məhdud olacağını düşünürük. Əgər günlər üzrə qızılın qiyməti birinci müqavimət səviyyəsinin qırıb onun üzərində bağlanarsa, bu qızılda yenidən alış siqnalının yarandığını göstərən ciddi faktorlardan birisi ola bilər. Hörmətli izləyicilər, bir digər maliyyətimiz neftdir. Brent markalı nefti də diqqət etirsəniz, yaxın tarixə nəzər salsaq, hörmətli izləyicilər, 23 aprel tarixində neftin qiyməti həmin gün üçün birinci dəstək səviyyəsini qırdı və neftin qiyməti bir mənada həmin səviyyənin altında bağlanmış oldu və həmin tarixdən etibarən neftin qiymətinə diqqət etsəniz eniş trendi davam edir və gün ərzində nə qədər ki neftin qiyməti bu günün birinci müqavimət səviyyəsi olan 64 dollar səviyyəsini qırıb onun üzərində bağlanmazsa, biz neftin qiymətində enişin davam edəcəyini proqnoz edə bilərik. Lakin ümumi fonda baxdıqda, hörmətli izləyicilər, ümumiyyətlə neft bazarında yüksək volatillik müşahidə olunur. Çünki bir mənada həm Amerika tərəfindən tarif siyasətinin tətbiq edilməsi, həm Rusiya-Ukrayna müharibəsində olan proseslər bir mənada neftin qiymətindəki volatilliyə ciddi təsir edir. Lakin ümumi fonda baxdıqda isə neftin qiymətində uzun vəddə eniş trendi davam edir. Hörmətli izləyicilər, bir digər maliyyətimiz S&P 500 indeksidir. S&P 500 indeksi diqqət etirsəniz 27 aprel tarixində həmin günün birinci müqavimət səviyyəsinin qırması və onun üzərində bağlanması bir mənada bazarda alış siqnalı yaranmış olur və diqqət etirsəniz həmin tarixdən etibarən bazar yalnız birinci dəstək səviyyələrinin üzərində ticarət olunub və yüksələn trendlə davam edir. Təbii, bunun nə qədər davam edəcəyini demək çox çətindir. Çünki S&P 500 indeksi olan yüksəlişin əsas səbəblərindən birisi Trumpın bir mənada geri addım atması idi və tarif siyasəti ilə bağlı digər dövlətlərlə, xüsusilə Çinlə yenidən razılaşma əldə edə biləcəyini açıqlamışdı və eyni zamanda bilirsiniz 90 gün müddətinə ümumiyyətlə tarifləri dondurmuşdu. Lakin Çin və digər ölkələrlə hələlik hər hansı bir tarif siyasətinə dair razılaşma əldə edilməyib. Və bu müddət başa çatarsa və eyni zamanda hər hansı bir razılıq əldə edilməzsə, səhm bazarında olan yüksəliş yenidən aşağı yönlü eniş trendinə qayıda bilər və kəskin düşüşlərlə, belə deyək, müşahidə oluna bilər. Lakin texniki analiz nöqteyi nəzərindən nə qədər ki S&P 500 indeksi bu günün birinci dəstək səviyyəsi olan 5480 dollar səviyyəsini qırıb onun altına bağlanmazsa, biz S&P 500 indeksində hələlik yüksəlişin davam edəcəyini proqnoz edə bilərik. Hörmətli izləyicilər, bugün içərisində sizə çatdıracağımız xəbərlər bu qədər. Sizə uğurlu ticarət arzulayırıq. Sağ olun.